Salam uşaqlar, bugün sizinlə 9-cu sinif buraxılış imtahanı üçün 26-cı mövzu sınağına baxacağıq. İMAŞEM 99 sınaq kitabından. Biraz şərhlərdə çox gəldi. Müəllim davamı nə vaxt gələcək, mövzu sınaqlarımı olacaq, ümumi sınaqlarım olacaq. Uşaqlar hamısı olacaq. Çünki son zamanlar biraz işlərim çox idi. Həm şəxsi həyatda, həm də 11-ci siniflərimiz var idi. Onların da imtahanı yaxınlaşdığı üçün biraz onlara daha çox vaxt ayırmışdım. İnşallah ki, yavaş-yavaş artıq sizlər üçün daha çox vaxt ayıracağam və mövzu sınaqları olsun, istər ümumi sınaqlar çalışdığım qədər, böyük ehtimalla hamısının izahını çəkib paylaşaram. Çalışdığım qədər hamısının izahını çəkib paylaşacağam ki, siz də yararlanasınız. Ən azından mövzu sınaqlarının yəqin ki, hamısı izah olunacaq. Ümumi sınaqlardan da yenə bacardığım qədər hamısını izah edəcəm. Hamısı olmasa belə ən azından yarıya kimi gələcək. Təbii ki, 6 apreldə idi da 9-cu siniflər mən bilən. Bəli, ilk imtahanına verənlər üçün ən azından ümumi sınağın yarıya kimi gələcək. Yox, ikinci, üçüncü zonalarda böyük ehtimalla bütün mövzu sınaqlarını, ümumi sınaqları çatdırıb hər birini izahını sizinlə paylaşacağım. Elə olar ki, bəlkə günə ikisini ataram və yaxud da elə olar ki, bir mövzu sınağı, bir ümumi sınaq ataram. İndi vəziyyətə baxacağıq. Deməli, başlayaq suallara. Deməli, birinci sual deyir, ifadəsinin qiymətini tapın. Deməli, ilk olaraq biz nə etməliyik birinci sualda? Bunu da böyüdək. Aha. Nə etməliyik? Deməli, uşaqlar, gəlin belə eləyək burada. Əslində, x kvadratı və 8-i solda saxlayıb 10x-i sağa keçirsək, 10x olacaq mənfi 10x. Köklərini də tapıb yazmaq olar, yoxsa yox? Yox, köklərini tapmaq ağlı fikir deyil. Deyəsən, yoxsa var kökləri. Var, amma köklərini tapıb yazmaq tam uyğun gəlməz, əvəz eləmək lazım. Buradan niyə mən bu ifadəyə gətirdim? Çünki burada x kvadrat plus 64, yəni x kvadratın kvadratı var, bir də 8-in kvadratı var. Ona görə bunları seçdim. Deməli, burada biz hər tərəf kvadrata yüksəlsək, olacaq x kvadratı, x kvadratın kvadratı, yəni x üstü 4, 8-in kvadratı 64, bir də üstə gələk, birinci ura ikincinin ikimisi olacaq 16x kvadratı, bərabər 10x-in də kvadratı olacaq nə? 100x kvadratı. Buradan da olacaq x kvadratı plus 64 bərabər 16x kvadratın sağa keçirdəndə işarə dəyişir, olur mənfi. 100-dən də 16 çıxanda qalacaq 84x kvadratı. Deməli, bizdə bu ifadə nəyə bərabərdir? 84x kvadratına. Verilən tənlikdə surətin yerinə nə yazmalıyıq? 84x kvadratı bölünsün x kvadratına. Təbii ki, x kvadratlar islah olacaq, qalacaq 84. Doğru cavabımız olacaq bir də C variantı. İkinci sual. Deməli, ikinci sualda bizə deyir, şəkil əsasən AC diaqonalı tən bölən olarsa, trapesiyanın hansı tərəfləri bərabər olar? Ümumiyyətlə, biz poliqramda da bunu demişdik. Trapesiyada da bu baş verəcək. Burada əsas məsələ nədir? Yəni, biz poliqramda göstəririk, tən bölən çəkilərsə, qarşı tərəfdən yan tərəfə bərabər olan hissə ayrılır. Yəni, burada əsas səbəb nə idi? İndi orada göstərəcəm sizə. Bir deyirəm. Bunu da biraz böyüdək. Burada uşaqlar, əsas məsələ nədir? Əsas məsələ odur ki, siz burada qaydanı biləsiniz. Biz bilirik ki, iki paralel düz xət, yəni və burada paralel düz xətlərimiz var. İki paralel düz xət və onu kəsən üçüncü düz xət, yəni diaqonal. Orada daxili çarpaz bucaqlar əmələ gətirib. Məsəl üçün, bu bucaqla bu bucaq bir-birinə bərabər. İndi bizə şərtdə verib ki, bu bucaqda da tən böləndir eyni zamanda. Bu da bura bərabər. Onda bu bucaq bu bucağa bərabər olduğu üçün yuxarıda alınan bu üç bucaq bərabər yanlı üç bucaq olur. Bərabər yanlında yan tərəfləri bərabər. Onda bizə verilən A-dır, B-dir, C-dir. Bir də D. Bu trapesiyada AB tərəfi BC tərəfinə bərabər olacaq. Yəni, doğru cavabımız olacaq Y variantı. Poliqramda da belədir. Yəni, burada yenə biz çəksək qaydaya əsasən tən bölən çəkilibsə və bu bucaq tən bölənçi bir-birinə bərabər. Burada da Z alınır, yəni daxili çarpaz bucaqlar. Yəni, bura x-sə, burada x-dir. Burada zaten tən bölən. Onda x bucaqlar bir-birinə bərabər olduğu üçün burada alınan üç bucaq bərabər yanlı olur. Ona görə yan tərəfə bərabər olan bir parça ayırır oradan. Üçüncü misal deyir, şəkildəki qraf hansı varianta uyğundur? Deməli, 3-4 qollar düzdür. Y-i 4-də kəsir. Təpə nöqtəsi 3
Üçüncü sual. Təpə nöqtəsi neçədir? 3 ilə 2-dir. Deməli onda bizdə y bərabər modulda x minus 3 olacaq. Çünki burada əksi olurdu. Bir də y-də elə müsbət 2 olacaq. İndi digər tərəfdən nə olmalıdır? Biz a-nı da bilməliyik. Deməli uşaqlar biz nağd atacağıq nə? C variantını, D variantını. Çünki burada plus 3 yox, minus 3 olmalıdır. Burada minus 2 olmalıdır. Çünki y müsbətdir. D variantı da getdi. Bir dənə qaldı ya A variantı ya B variantı. Deməli biz y-in yerinə 4 yazanda x-imiz olur 0 və yaxud da x-in yerinə 0 yazanda y-imiz olur 4. Buradan x-in yerinə 0 yazanda olacaq y bərabərdir A vurulsun. 0 çıxılsın 3 mənfi 3, o da müsbət 3 eləyir, plus 2. Y-imiz də olmalıdır 4, bərabər eləyirəm 4-ə. Buradan da olacaq 3a bərabərdir 2-ni sağa keçirdəndə qalacaq 4-dən 2 çıxanda 2. A-mız da neçə olacaq? 3-də 2. Deməli A-mızın qiyməti 3-də 2 olmalıdır. Buradan da silib yazıram 3-də 2. Burada da doğru cavab təbii ki olacaq nə? A-mız 3-də 2 oldu, yəni B variantı. Və yaxud da qiymətləri də yerinə yazıb nöqtənin koordinatlarını yerinə yazıb uyğun cavabı tapa bilərsiniz. Dördüncü sual. Nədir? Deyir, mərkəzi koordinat başlanğıcında olan, yəni 0-0-da olan, yəni A-da B-də bizdə 0-a bərabərdir. Onda tənliyim mənim x minus a idisə, artıq koordinat başlanğıcında olanda olacaq x kvadrat plus y kvadrat bərabərdir r kvadratına. İndi bizdə deyək ki, radiusu burada düşməyib. Yəqin ki 5 verər. Variantlara görə elə burada böyük ehtimalla 5-dir. Buraya yazıram. Radiusu 5 sm olan. Bir də indi radiusumuz da 5-dirsə, onda olacaq 5-in kvadratı. Olacaq x kvadrat plus y kvadratı bərabər 5-in kvadratı, yəni 25. Doğru cavab olacaq C variantı. Tili 4 sm olan kubun həcmi, biz bilirik ki kubun həcmi necə tapılır? V bərabər n vur uzun vur hündürlük, yəni A vur, kubun bütün tilləri bərabər də kvadratlardan ibarətdə üzü. Bu da olacaq nə? A-nın kubu. Tildə 4-sə 4-ün də kubu neçə eləyir? 64. 5 oldu A variantı. 6-cı sual. Deyir, nöqtəsi koordinat başlanğıcı ətrafında sadə əqrəbi istiqaməti 90 dərəcə döndükdə hansı nöqtəyə çevrilir? Gözəl sualdır. Deməli 7-ci sualımız, 7 idi, yox 6. 6-cı sualımız. Deməli 7 mənfi 4. Deməli 7 mənfi 4. 1, 2, 3, 4, 5, 6. Bu da 7. Bunu biraz aşağıdan çəkək. Aha. Bura olsun y, bura olsun x. Deməli mənfi 4. 1, 2, 3, 4. Bunu da elə yazaq ki, qoy oxlarla üst-üstə düşsün. Aha, indi burada oldu nə? Mənfi 4. 1, 2, 3, 4, 5, 6, 7. Bu da olsun 7. Nöqtəm hara düşəcək? Bax, bura düşəcək. İndi deyir ki, saat əqrəbi istiqamət 90 dərəcə döndükdə saat əqrəbi istiqamətini, yəni bu tərəfə dönməli. Düşəcək birinci rübə, düzdürmü? Birinci rübə düşəndə artıq bunu belə çəkirəm. Koordinatlar yerini dəyişir. Koordinatlar mənfi 4, 7-dirsə olacaq 7, 4, 1, 2, 3, 4, 5, 6, 7, 7, 3, 4, 4 də burada. Düşəcək hara? Bax, bu nöqtəyə. Aha. Bunun koordinatları deməli oldu mənfi 4, 7. Burada koordinat olacaq 7, 4. Aha. Uşaqlar, deməli 90 dərəcə dönəndə koordinatlar yerini dəyişir və sən rübə baxmalısan. Hansı rübə düşür? İkinci rübdən keçdi birinci rübə. Birinci rübdə hamısının işarəsi nə olmalıdır? Müsbət olmalıdır. Deməli bizdə olacaq cavabımız 7, 4. 7, 4. Bax, variantlarda niyə hamısı mənfidir? Koordinat başlanğıcı ətrafında sadə əqrəbi istiqaməti belə fırlanır da, sadə əqrəbi. Mən səhv bilirəm? Yox. Bunlar yoxsa əksinə fırladıblar? Yox, inşallah bir dəqiqə. Vay, neynəmişik biz? Koordinatların yerini qarışdırmışıq. Bəli. 7, 4. 7 mənfi 4 deyirik. Aşağıda olmalı. Heyf, heç olmaz düzəldərik bu dəqiqə. 1, 2, 3, 4. 4'ümüz olsun burada. 7'miz də buradadır. Sadə əqrəb istiqamətinə günah bizdədir. Bəli, günah bizdədir. Deməli bu koordinat nə oldu? 7, mənfi 4. 7 mənfi 4-dürsə, onda sadə əqrəb istiqamətinə bu tərəfə dönəcək. Dedim yerləri dəyişəcək. Olacaq mənfi 4,
-7. Deməli, -4, -7 də olacaq təqribən düşəcək bax bura. Deməli, buradan bura, buradan da bura çəkirəm. Koordinat başlanğıcı nəzərən 90 dərəcə nə oldu? Döndü. Koordinatlar oldu -4, -7 və dediyim kimi burada nə olacaq artıq? X baxmayaraq ki, burada baxmayaraq ki, müsbət koordinatlar var idi. Məsələn, x, amma burada 3-cü rübə düşdüyü üçün artıq hər biri 3-cü rübdə mənfi olduğu üçün işarələri də dəyişirik. Yəni biz eyni zamanda rübə də baxmalıyıq. Belə -4, -7 doğru cavab olacaq 6-da. A variantı. Maksimum şəkildə diqqətli olmaq lazımdır. Deməli 7-ci sual. Bərabər yanlı üçbucaqda oturacaq 12 sm. Yan tərəf isə 10 olarsa onun sahəsini tapın. Deməli bərabər yanlı üçbucaq çəkək. Deməli oturacaq 12-dir. Yan tərəf 10-dur. Bir dənə hündürlük çəkək. Hündürlük çəkəndə yarıya bölünür. Median rolunu oynayır. Eyni zamanda tən bölən rolunu oynayır. 6, 10. Təbii ki bu hündürlük olacaq 8. Sahəsi də S bərabər 2-də 1 vurulsun tərəf, yəni 12 və bu tərəfə çəkilmiş hündürlük 8. Bu da bərabərdir. Bundan bu ixtisar gedir. 4 qalar. 4 12 vuranda olacaq 48. Doğru cavabımız olacaq B variantı 7-də. Keçək 8-ci misala. Tərəf-tərəfə ilə vurmalıyıq da. 3 kiçikdir x kiçikdir 7. Yəni 2 qat bərabərçilikdir. 12-də 1 y kiçikdir 14-də 1. Elə tərəf-tərəfə vuranda 12-də 1-i 3-ə vuranda eləyəcək 4-də 1. Kiçikdir x vur y-dən, o da kiçikdir 7-ni də 14-də 1-ə vuranda ixtisar gedir. Qalır nə? 2-də 1. 4-də 1, 2-də 1, yəni doğru cavab olacaq 8-də Y variantı. Keçək 9-cu suala. 9-cu deyir, aşağıdakı düsturlardan hansı doğrudur? Tangens alfa, tangens A bərabərdir sinus alfa böl kosinus alfa bərabər. Elə 9-da variantı da doğru cavab. Tangens A, bu kotangensdir, B variantı səhvdir. Kosinusun yox, sinus böl tangens olardı. Sinus bərabərdir. Kosinus vur tangens olardı. Kosinus da bərabərdir. Sinus böl hansı doğrudur? Yəni Y variantı da əslində burada doğrudur. Yəqin diqqətlərindən yayınıb, bəli. Çünki burada nə olacaq? Olacaq kosinus bucaq A bərabərdir. Sinus bucaq A. Tangens bucaq A-nın da açılışı sinus bucaq A bölünsün kosinus bucaq A-dır. Böləndə tərsinə vurulacaq. Olacaq sinus bucaq A vurulsun. Böləndə deyək tərsini çevrilir. Olacaq sinus bucaq A-da kosinus bucaq A. Burada sinuslar gedir. Kosinus kosinusa bərabər olur da. Keçək 10-cu suala. Deyir funksiyasının qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu y-in ala biləcəyi qiymətlərdir. Yəni söhbət nədən gedir? Y, f-dən gedir. Y, f. Deməli biz bunu necə taparıq? Kökaltı funksiyadır. Deməli biz burada nə götürməliyik? Böyük bərabər 0. Onda 2x plus 5-i böyük bərabər 0 götürsək, buradan olacaq 2x böyük bərabərdir -5, x da böyük bərabərdir -2,5. Deməli mən ən kiçik x-in yerinə nə yaza bilərəm? -2,5. -2,5 də yazanda y nəyə çevrilir? 0-a. Yəni ən kiçik alacaq 0 və ən böyük də təbii ki müsbət sonsuza doğru gedir. Olacaq doğru cavab A variantı. Bu təbii ki mən burada yazdığım x-in ala biləcəyi qiymətlər. Yəni x ən kiçik bunu alırsa, par bir yerinə yazırıq. Deməli y-də ən kiçik 0 alır. Qaldı ki ən böyük qiyməti təbii ki istədiyimiz qədər böyük müsbət ədəd verə bilərik. Ona görə də artıq müsbət sonsuzluğa gedə bilir. Gedir daha doğrusu. 11-ci sual. ABC paralleqramda A-yə tən bölən, yəni şəkli hökmən ayrıca biz çəkməliyik. Deməli A-dır, B-dir, Y-C-dir. A-yə tən böləndirsə, burada bayaqçı dediyimiz qayda ortaya çıxır. Yan tərəfdə, qarşı tərəfdən yan tərəfə bərabər hissə ayrılır. A-D 8-dir, bura yazıram 8. A-O bir dənə də diagonal çəkilib. Deməli burada O-dur. Deməli A-O bölünsün O-Y. A-O 4K-dır, O-Y də 3K-dır. Deyir, olarsa paralleqram perimetrini tapın. Deməli uşaqlar, onda B-yə bir dənə T ilə işarə eləsək, onda uyğun nisbətlər biz bilirik ki, tən böləndirsə bu bucağa bərabərdir. Bu heç.
Bu qalsın qıraqda. Bir də eyni zamanda burada z alındığı üçün bu bucaq da həmin bucağa bərabərdir. Digər tərəfdən buradakı bucaq da qırmızı ilə işarə edirəm. Buradakı bucağa bərabər. Çünki burada da z var. Eyni zamanda da bunu deməyə ehtiyac yoxdur. Bu yaşıl bucaqlar da qarşılıqlı olduğu üçün bir-birinə bərabər olacaq. Deməli burada oxşarlıq var. Bu üç bucaqla bu üç bucaq bir-birinə oxşardır. Onda yazıram. Bu qırmızının qabağındakı 3K-nın buradakı qırmızının qabağındakı 4K-ya nisbəti bərabərdir. Buradakı bucağın, yaşıl bucağın qarşısındakı T tərəfinin aşağıdakı yaşıl bucağın qarşısındakı T tərəfinə, qarşısındakı tərəfin 8 tərəfinə nisbət. Buradan da çarpaz vuranda olacaq T bərabərdir. Burada təbii ki K-lar gedir. Olacaq 4-də 3 vurulsun 8. Bu da ixtisar gedir. 2 vur 3 qalacaq 6. Bura bərabər oldu nəyə? 6. Ümumi uzunluq bura 8 idisə, təbii ki, bura da 8-dir. Onda 8-dən 6 çıxaram, YC-yə qalar 2. Bizdən nəyi soruşur? Tap, perimetrini tap. P bərabərdir. Burada dedik ki, yan tərəfə bərabər olan hissədir. Burada 6-dır, burada 6-dır. Onda biz də poliqram perimetrini bilirik ki, 2 vurulsun 6 plus 8. Yəni, üstəgələk uzunluq toplayanda 14, 2-yə vuranda 28. Yəni doğru cavabımız olacaq A variantı. Eyni zamanda bütün tərəflərini toplaya da bilərdik. 12-ci sual. Deyir, bərabərsizliyini həll edin. Deməli, 12. Deməli, həll eləyək deyirsə, həll eləyək də uşaqlar. Deməli, biz burada nə etməliyik? Ən yaxşısı, burada təbii ki, rasional bərabərsizlikdir. Ən yaxşısı biz burada hasil şəklində göstərək. Hasil şəklində göstərək. Deməli, burada olacaq nə? 2x kvadrat plus 11. Bu əslində hər zaman müsbət olacaq. Qoy yazaq. Deyəcəm. Heç yazma əslində ehtiyac yoxdur. Deməli, uşaqlar, burada biz tənliyimizin köklərini qeyd edib həllini tapa da bilərik. Və yaxud şifahi olaraq indi bilənlər bəlkə də artıq bildi. Deyərsiniz ki, ay müəllim, heç belə yazmağa ehtiyac yoxdur. Biz nə qiymət veriksə verək, kvadratı olduğu üçün bura hər zaman, bir də plus 11 var. Burada hər zaman nə olacaq? Müsbət olacaq. Surət hər zaman müsbətsə, bu ədədi, müsbət ədədi nəyə bölsək sıfırdan böyük olar? Yəni müsbət olar. Müsbəti ancaq müsbətə bölsək sıfırdan böyük olar. Çünki sürət həmişə müsbətdir. Onda müsbətə bölüm ki, müsbət olsun və sıfırdan böyük olsun. Onda x-4 elə böyük götürərəm. Nədən? Sıfırdan. Yəni müsbət qiymətdən taparıq. X da böyük olacaq nədən? 4-dən. Təbii ki, böyük bərabər ola bilməz. Çünki ümumiyyətlə burada da 4 kök var. Yəni məxrəcdə 0 olmaz. 4 və 4-dən böyük qiymətlər olacaq. Doğru cavab 12 dənə A variantı. Və yaxud da deyərsiniz ki, belə mənim yadımda qalmır, kökləri ilə, intervallar üsulu ilə yazaq. Burada kökləri olacaq nə? Heç burada kök çıxmış uşaqlar. Bir dənə qalır nə? 4. Burada da müsbət olması üçün intervallarımızı versək. 4-dən böyük qiymətlər müsbət, mənfi, bizə dedik nə olacaq? 4, müsbət, son sinif və 4-ün özü də daxil deyil. 13-cü sual. Təbii ki, burada artıq yenə dediyim kimi, yəni biləndən sonraki bu müsbətdə artıq sən onun köklərini tapıb yazmağın mənasızdır. Deyir, nöqtələri eyni məsafədə və apsis oxu üzərində yerləşən nöqtənin koordinatlarını tapın. Bu nöqtələrində eyni məsafədə və apsis oxu üzərində yerləşən nöqtənin koordinatlarını tapın. Onda gəlin belə eləyək. Həmin qrafik çəkək və nöqtələri qeyd eləyək. Deməli, x-dir, y-dir. 2, 3 nöqtəsi, 2, 3 nöqtəsi, yenə səhv qeyd eləməyək, 2, 3 nöqtəsi, sonra 4, 5 nöqtəsi, 4, bir də 5 nöqtəsi, 3, 4, 5, bax, bura düşür. Burada haradır? 4, 5 nöqtəsi. Yəni, bizə nə deyir? Deyir, nöqtə eyni məsafədə və apsis oxu üzərində yerləşən, apsis oxu. Apsis oxu, yəni x oxu üzərində yerləşən, onda bundan da eyni məsafədə olmalıdır, ondan da. Deməli, burada variantlara baxsaq, təbii ki, A variantı 0-0 nöqtəsi, bunu götürüm, 0-0 nöqtəsi bunlardan eyni məsafədə olmaz. Yəni, açıq aydın görsən ki, bu məsafədə nədir? Kiçikdir. Sonra 0-3 nöqtəsi məsafəsi, yəni burada da açıq aydın görsən. Yəni, artıq burada bu variantları yoxlamağın heç bir ehtiyac yoxdur. Və yaxud da 4 nöqtəsi olsun. Yəni, burada açıq aydın görsən ki, yenə B nöqtəsi daha uzaqdadır. Qaldı 1, 5 nöqtəsi. 4, 5, 1 bu nöqtə, əslində bu nöqtədə görsən hiss olunur ki, bu xətt daha uzundur. Bir dənə qalır nə? 7 nöqtəsi. Amma 7 nöqtəsi ən real olandır və o nöqtəni də yenə yoxlaya bilərik. Deməli, 7 nöqtəsi düşür bura.
7, 0 nöqtəsi. Buradan hər birindən eyni məsafədə olması üçün iki nöqtə arasındakı məsafəni yoxlaya bilərik. Yəni burada olacaq birinci bu düz xəttin uzunluğunu götürsək. Məsələn burada bir t deyək də fərqi yoxdur. AT məsafəsinin uzunluğu olacaq nə? 7 çıxılsın 2, 4-ün kvadratı 16, fərqinin kvadratıydı da. 0 çıxılsın 3, kvadratı 9. Bu eləyəcək neçə? Kök altında 25. Digər tərəfdən BT-ni də tapsaq, BT. Bu da bərabər olacaq kök altında 7-dən 4 çıxanda 3 kvadratı 9. 0-dan 5 çıxanda 5, kvadratı 25. Burada niyə düz gəlmədi? 25 eləyir. Onda biz burada səhv elədik. 7-dən 4 yox, 7-dən 2 çıxanda, 7-dən 2 çıxanda neçə qalacaq? 5 kvadratı 25 toplayanda 34 eləyir. Burada toplayanda nə olacaq? Kök altında 34. Bəli, hər ikisi də nə oldu? Eyni məsafə. Yəni doğru cavab 13-də olacaq. D variantı. 14-cü sual. 14. Deyir, hansı şərt ödəndikdə funksiyası həmişə azalandır? Azalan funksiyası olması üçün bu düz xəttin qrafikidir da. Get-gedə nə olmalıdır? Aşağıya inməlidir. Yəni kör bucağa belə gəlməlidir. Onda da k nə olmalıdır? 0-dan kiçik olmalıdır. Yəni doğru cavabımız olacaq B variantı. 15-ci sual deyir, kosinus A, yəni bu bucağın bizdən kosinus soruşur. Kosinus nə deməkdir? Qarşıdakı katetin bitişik katetə nisbəti. İndi burada bu bucağın qarşısındakı kateti nədir? BC olacaq. BC bölünsün. Hipotenuzda AC-dir. AC-yə nisbəti. BC böl AC. Olacaq doğru cavab Y variantı 15-ci sualda. 16-cı sual. Nə istəyir? Deyir, ABC'də M-in orta xət, AB deməli 14-dür. Buraya yazıram 14. Aha, BC bizdə 16-dır. AC də 18-dir. Bu da orta xətsə, burada 9-dur. Yan tərəflərinin yarısı olacaq, çünki orta xətdir. İndi bizə nə deyir? Deyir, orta xəttin bu üç bucaqdan ayrıldığı trapesiyanın perimetrini tapın. Onda burada 7 olacaq, burada 8 olacaq. Perimetri də bərabər olacaq. 7 plus 8 plus 9 plus 18. Bu da eləyəcək neçə? 42. Yekun cavabımız olacaq 42. Sonra 17-ci sual. Deyir, bizdə 90 dərəcə, yəni düz bucaqlı bucaqdır. Belə eləyək görünsün. Aha, və bu da bura paraleldir. Yəni burada oxşarlıq da ola bilər. Bu bucaq bu bucağa bərabər olacaq. Bu bucaq da bu bucağa bərabər olacaq. İndi AB 8-dirsə, BD 3-dürsə, bura qalır 5. Burada 10-dur. Düzdürmü? Bizə deyir BDY-nin daxilinə çəkilmiş. Onda biz uyğun nisbətlər götürək də. Burada oxşarlıqla gedək. Deməli, 3 tərəfinin, burada oxşar 3 bucaqlar hansılar olacaq? Oxşarlar. Deməli, 3 bucaq BDY olacaq oxşardır. 3 bucaq BAC-yə. Deməli, indi burada nisbətlər olacaq BD bölünsün bu tərəfə AD-yə, BA-yə nisbəti bərabərdir. Oturacağın YD-nin də AC-yə nisbəti. Deməli, burada da qiymətləri yerinə yazsaq, BD-miz 3-dür, BA-mız 8-dir, bərabər YD-miz, YD ilə X deyək, AC-yə də 10-dur. Buradan da çarpaz vuranda olacaq 30 bölünsün 8, o da neçə edir? 15, 15 də 4-ə böləndə 4-də lap 15 yazaq. Oldu 7 neçə? 4-də 15. Əslində biz uşaqlar burada. Bura 8-dir, düzdür, ümumi 8-dir. 10-dursa ora. Burada ümumi neçə olacaq? 6. Onda biz elə böyük çevirən radiusuna kiçik çevirən radius da oxşar olacaq. Elə birbaşa bəlkə bunun 3 tərəfində tapıb yenidən radius tapmamıza, yəni onda böyüyün radiusunu tapaq, elə kiçiyin radiusundan tərəflərin nisbətini götürək də, elə daha yaxşı olar. Bir dəqiqə. Bəli, elə daha gözəl olacaq. Çünki oxşar üçbucağın radiusların nisbəti eynidir, perimetrlərin nisbəti eynidir, yəni hər biri eynidir. Onda böyüyün radiusu nə olacaq? Daxilinə çəkilmiş olacaq. Katetlər cəmi çıxılsın, hipotenuz bölünsün 2. 14-dən 10 çıxanda 4, 4-ü 2-yə böləndə 2 düşəcək. Bu böyüyünküdür, böyük. Onda böyük üçbucağın radiusu 2-dirsə, onda yazıram həmin 2 bölünsün kiçik üçbucağın radiusuna. Bərabərdir bu da uyğun tərəflərin nisbəti. 3 bölünsün, daha doğrusu 3 yox.
Böyüyün tərəf neçə idi? 8 bölünsün kiçiyin tərəfinə. 3-ə nisbət. Görək alınacaq mı buradan? Olacaq eğer kiçik də bərabərdir. 2 vurulsun 3 bölünsün 8-ə. Bu da eləyəcək nə? 4'də 3 0,75 eləyəcək və yaxud da 4'də 3 şəklində. Belə ən yaxşısı elə bu üsulu idi. Sonra 18-ci sual. 3 radyanlıq dairə qövsünün uzunluğu 24 cm olarsa dairə sahəsi neçə santimetrdir? Yəni qövsün uzunluğu onda nə idi bizdə? Radius vurulsun radyan idi. Onda burada biz radiusu tapsaq, deyir qövsün uzunluğu 24 isə, el qövs yazaq buna. 24 bərabər olacaq radius vurulsun radyan. Radyanımız da 3'də, bura yazırım 3. Onda radiusumuz 24 bölü 3 olacaq 8. Sahəsi də olacaq nə? Pi r kvadratı. 8'in kvadratı olacaq 64 pi. 64 pi şəklində. 19 düzbucaqlı paralelipedin neçə üzü var? Düzbucaqlı paraleliped deyirsə, deməli bizdə olacaq 6 dənə üz. 6 üz. Deməli bizdə düstur nədir? Düzbucaqlı ilə dördbucaqlı paralelipeddə n plus 2-də üzlərin sayı həmişə 2 vahid çox olur. Buradan da yazanda olacaq 4 plus 2 bərabər 6 və yaxud da şəklini də çəkib belə desək yaza bilərsiniz. Təqribən belə bir şəkil çəkək. Düzbucaqlı paralelpedə. Təbii ki, təqribən çəkəcəm. Dəqiq olmaya bilər uşaqlar. Dəqiq. Şəkil də dirəşib ki, alınmayacaq. Burada da olacaq 6 dənə üz. 20. Deyir, oxşar fiqurların tərəfləri nisbəti 5 böl 2'dir. Deyir, perimetrlər cəmidə 70 olarsa, yəni P1 plus P2 bərabərdir 70'ə. Onda buradan biz P1'i tapsaq, yəni perimetrlər nisbətinə bərabərdir. Buradan onda P1'i tapsaq, olacaq P1 bərabər 70 minus P2. Onda P1'in yerinə yazıram 70 minus P2. Aşağıda da yine P2 yazıram. Bu nisbətləri götürsək, buradan da çarpaz vuranda olacaq 5P2 bərabərdir 2 də 70'ə vuranda, yəni çarpaz vuruqda 140 minus 2P2 olacaq. P2'nin keçisi olacaq 7P2, yəni əksinə dəyişir toplanır, olacaq 140. P2 də bərabərdir nə olacaq? 20'yə. Deməli, biri 20'dirsə cəmi 70 idi də. P2'miz 20 idi. Bu arada 70 minus 20 o birisi olacaq nə? 50. Böyüyün perimetrin soruşurdu, oldu 50. 21-ci sual, vektorunun meyl bucağını tapın deyir. Deməli, uşaqlar burada ən yaxşısını eləməkdir. Tutaq ki, bu bizim vektorumuz olsun. Deməli, 1 kök altı 3. Deməli, buradan bura qədər 1'dir, buradan bura qədər kökdə 3'dür. Onda burada düzbucaqlı bucaq yaranır. Bunun uzunluğu nə olacaq? Kökdə 3'ün kvadratı 3 plus 1'in kvadratı 1, 4. 4'dən də 2 çıxır. Buradan da bu bucağın, meyl bucağına söhbət gedir, alfa. Onda tutaq ki, kosinus və yaxud da sinus fərqi yoxdur. Tapsaq olacaq kosinus alfa nəyə bərabərdir? Bitki katetin hipotenuza nisbəti, yəni 1 bölü 2'yə. Kosinus da 2'də 1'i neçə dərəcədə alır? 60 dərəcədə. Doğru cavabımız olacaq 60. Deməli, keçək 22-ci suala. Deyir, vektorlu m'in hansı qiymətində kollinear olar? Yəni, burada uyğun nisbətlər bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Yəni, m bölünsün, yəni kollinear paralel. 9'a bərabər 4 bölünsün m'ə. Buradan da olacaq m kvadrat bərabər 36. M də bərabər 6. Bir də hansı qiymət olar? Mənfi 6 təbii ki, hər ikisində yazmalıyıq. 23-cü sual. Xətti funksiyası ilə paralel olan paraleldirsə, yəni burada nə olmalıdır? K'lar eyni olmalıdır. Birincidə K2-dirsə, ikincidə K2 olmalıdır. Yəni y bərabər 2x plus 5 şəklində. Burada da xəttin nöqtəsi, bu nöqtədən də keçisi aparıb yerinə yazmalıyam. Deməli, K'mız 2 oldu. Yerinə yazanda, x'in yerinə 2 yazanda y 7 olmalıdır. 2 vurulsun 2 plus b-yə. Buradan da b bərabər 7-dən də 4 çıxanda nə qalacaq? 3. B-miz də 3. Bizdən də cəmi soruşur. 2 plus 3 olacaq cəmi 5. 24-cü sual. Deyir, ABC kvadratın daxilinə çevirənin radiusu 8 olarsa, kvadratın sayəsinin 25%-ni tapın. Deməli, kvadratın daxilinə çevrə çəkilibsə, onda burada nə baş verəcək? Həmin radius 8, buradan burada 8, yəni onda tərəf nə olacaq? 16. Deməli, 16'nın da kvadratı neçədir? 256. Bizdən də nəyi soruşur? Tap 25%, yəni vur 25 bölü 100 və yaxud da 4'də 1'ini tap deməkdir. 4'də də bölündə düşəcək 64.
Yəni sahəsi 64 olacaq. 25 nöqtələr arasındakı məsafəni tapın. Bayaq da qeyd elədik. Kök altında çıxıb 2-yə bölməliyik. Yəni AB nöqtəsi arasındakı məsafə olacaq 4 minus mənfi 2-nin kvadratı. Bir də üstə gəlsin mənfi 5 çıxılsın 3-ün kvadratı. Bu da bərabər olacaq kök altında toplayanda 36 plus 5, 8, 64. Bu eləyəcək 100, 100-dən də nə çıxır? 10. Yəni doğru cavabımız olacaq 10. Belə, bugünlük bu qədər. PDF yeni Telegram kanalında olacaq. Oradan da əldə edə bilərsiniz. YouTube kanalında da izahı var. Sağ olun, özünüzə yaxşı baxın.